Salam aleykum, yeni vlogumuza xoş gəlmisiniz. Biz eşitdik ki, McDonald's halaldır. Qastıq gəldi, doğrudan halaldır. Valla, üstündə əməli başda halal falan yazılır, hər məhsulun üstündə. Qaçıb gəlmişik, Bravo üstə gələcəkdi, bir kişi alınmasıydı. Həm də gəldi indi yeməklə yeməyə McDonald'sdan. Sifariş də vermişik. Sükan'a yemək yemişdi deyə vermədi. Əvvəl fəzlə mən. Hara girdin? Hə, halal, hə. Qatdağı da var. Bəli, bəli. Əməl başda dedilər, ay nə bilim, internet düzəldir, intellektlə düzəldilib, nə bilim nə, süni intellekt. Amma həqiqətən də halaldır. Çox inanın ki, bəlkə ən son Hüseyin vaxtında yemişəm, o da bilmirdim də, yəni halallığı yoxdur deyə. Ondan sonra yeməmişdim, çox darıxmışam da. İlk dəfə, bəlkə də 10 ildir, yox 8 il, 9 ildir yemirəm. İlk dəfə də yeyəcəm indi. Çox həyəcanlıyam. Hə, Bərfəz. Bu arada saat axşam 1-ə qalıb. Biz yenə bayırdayıq. Üçümüz gəlmişik. Hüseyin evdə nənəsi ilə yatıb. Sifarişimiz gəlsin, birazdan çəkərəm. Zakazlarımız gəldi. Buna bax, nə böyüdü ay Allah. Baxın. Bir dənə bunun üçün Kənan şeyi aç da. Kartuşkaya var necə uzun. Ulan vəbşə yaxşı olur, kartuşkalar. Çox dadlıdır. Məncə KFC. KFC-dən dadlıdır. Bu da. Sos əvvəl ona görə gəlmədi. Halal verdim. Belə onsuz da dəqiqliyini heç kim bilmir, nəyinsən. Ona görə heç nə yeməyəsən üstündə halal. Biri var ki, bunlar dilləri ilə demişdilər ki, halal deyil. Yox, adam var deyir ki, yenə də bilmək olmur, güvənmək olmur. Mən də burgerimi yeyirəm. Yəni elə şey, onsuz da gərək onda çörək belə alıb yeyəcəksən. Mənə başa düşənlər düşürmək istəyirəm. Çünki çörəyi əgər insanlar bilir də, qadın pişirirsə, nə halda pişirməlidir, onu da bilirlər. İndi başa düşənlər düşürməni şəriə hökmlə deyirəm. Amma isə onun biz dəqiqliyini bilmirik ki, amma yenə də çörək alıb yeyirik mağazadan məsələn üçün. Ay da super, vallah super. Ay Allah, belə deyirdi KFC vallah. Dəhşət bir şey. İndi isə Bravo-dayıq. Nə almışsan Əbəlfəz? Çiçək. Nənəsi alıb ona belə oynamağa. Nə deyirlər ona? Tenis raketkası. Yox, oynama bunu. Bata. Bunu al, pis. Bunu pisdir. Bunu sevmem. Onu istəyirsən? Pisdir o. Yox, bunu pisdir. Kənan. Təzə şey gördü. Deyir bunu qoy, bu pisdir, onu istəyirəm. İndi boş şeylər. Neyirsən onu, lazım deyil. Əslində bizə daha çox sərf edir. Bunun qiymətinə baxırsan 18 manat. Gördünüz reaksiyonu. Nə yaxşı ki çəkdim ay Allah. Gördünüz. Yaxşı, indi o götürdüsə Hüseyin necə olacaq? Hüseyin. Gedək. Qəşəydir. Ay sağ ol, belə ol. Gördünüz. Reaksiyanı gördünüz, qiyməti görməmişdi. Özdə deyirəm ki, nənəsi alır, özü almır. Gör özü alsa deyir. Konfet götürmürsən evə, hə? Konfet almırsan evə. Onu vurursan böyle. Mən elə şeydən alacağım. Bax, çox pulum var. Onu verəsə bir çölə toğluysan onu. Bax, o var ha, bir gün getməyəcək yəni. Bir gün, elə bir ki, bir günə 18 manat pul verəsən. 18 deyil, olursa 18. Neçəydi? 7 manat belə israfdır mənim. Yalan deyir. Bravo'dan uşaq körpə olanda Hüseyin 30 manatı quruşqalar alırdı. Bir külfət. Yaxşı, mənə də yox da, mənə yox. Hüseyinə 30 manatı quruşqalar alırdı. Elə bir ki, bu odur. Konfet almırsan, gedir. Konfet. Gel biraz konfet götürək evə. Allah. Yox. Asamerə çəkmirik ya. Çəkirik. Bu çəkir bu. Mən də əyri müyrü tuturam, üzürlə sabını. Mənim Mustafa basıb. Ona görə. Burada belə şeylər var. Dadlı, maraqlı.
Mən biraz bu xoşuma gəldi, ruletka kimi. Sushi oxşuyur. Dadı yaxşı olur. Bir də bunlar. Marmelat çox belə yumuşaq, qəşəng marmelat. Nə danışdın? Doğrudan? Ha, düz deyir, yazılıb burada. Bunlar nəsə çox alıblar, görürsən necədir? Əbli, bura gəl. Bax, belə ol həmişə, yaxşı. Atanız ləzzət elədi, bax mənə. Bax, əhsən. Hə? Ata, bu da çeşit. Ata, Hə, bu da çeşit, bu da. hardan açsın? Bu da. Baxım ona. Hə, eləmədi, eləmə, sonra açarsan. Qoy onu vursunlar, eləsinlər. Arxasındakı düşər ha. Ata, bu şimdi. Bu düşər, baxın arxasına. Bax, bu düşər, sonra qaydacıyıq, dala boyda yol. Burada balaca deyil, böyük yerdir. 1 kilometr yol var buradan Kassaya. Çox olanda belədir. Hə? Persil ha. Bingo. Nədir ki o? Yemiş qarpız. Bir dənə yoxlayaq da. Bu necə seçildi? Yemiş nətər seçildi? Yazın da onu yemiş nətər seçildi. Bəlkə üstün Qarpızı risimkasını. bilirəm ki, belə tutmalıyırlar da. Bunu nətər seçildi? O yenə belə baxışla da yəni. Bir də Qoxusuyla. qoxlayırlar deyəsən. Qoxusundan Ona yəqin qoxusu ki. verməli, onu bilmirəm. İyi gəlir də, yemiş iyi gəlir. Götür gedək də. Mən deyirlər ki, düzü belə olanda, bax, güya ki, yaxşı olur, belə olanda pis olur. Nə bilim, elə bir söz. Birini götür. Qarpız buradan. Birini götür gedək. Götürüm. Onu da bana götürüm. Məncə yetişir. Yox. Onlasın abur sardı. İkinci gündən salam aleykum hər birinizə. Deməli burada Hüseyni səhər-səhər bərbərə gətirmişdim. Çünki biz Acemi Style, bəlkə də bilirsiniz, orada modellik yarışması var idi. Hüseyni də ora aparırdım. Deməli orada siması və özü belə hansı uşaqdakı potensial görürdülər, o uşaqları seçib seçim turundan 500 nəfərdən 63-68 nəfər uşaq seçiləcəkdi. Onlardan biri də bu arada Hüseyn oldu. Hüseyni dəvət elədilər. Seçim turundan qalib gəldim. Sadəcə olaraq seçim turunda qalib olan uşaqlara 6 aylıq Acemi Style'da elə bir ki tələbəlik gözləyirdi. Sadəcə olaraq aylıq olaraq ödəniş istədilər. Aylıq ödəniş isə 100 manatdan ibarət idi. Hər ay 100 azdan ödəməklə uşağı elə bir ki məşhurlaşdırırlar. Məşhurlaşdırandan sonra da avtomatik olaraq reklam çəkilişlərinə falan gedir. İndi sabah bizi dəvət ediblər. Hələ ki düşünürəm aparıb aparmamağı. Amma qalib keçib 500 nəfər içində 60 neçə uşaqlar içərisində xalamın nəvəsi də Tahir də bizlə idi. Hər ikisi də uğurlu nəticələrlə keçdilər. Onlar da uşaqların içərisindədir. Yəni keçən uşaqların içərisindədir. Sadəcə yəni yenə də deyirəm düşünürük. Yəni göndərəkmi, göndərməyəkmi? Hüseyn özü belə getmək istəyir. İndi bilmirəm. Kənanla oturub belə ailəvi şəkildə qaynanamla məsləhətləşib ona görə qərar verəcəyik inşallah. Sizə də biraz fraqmentlər çəkmişdim. Buyurun, izləyin. Seçim turlarımızda iştirak edirlər. Hal-hazırda Tacikistan dünya səviyyəli moda yarışlarında təmsil edirlər. Bir həftə sonra onlar dünya miqyaslı fəşn şouda iştirak edəcəklər. İndi isə sizin alqışlarınızla modellərimizi diplomlarını alması üçün səhnəyə dəvət edirik. Buyurun. İndi isə qarşınızda Babazadə Fəridə. %5, 106, 107.
Oradan get, oradan get, oradan. Tatat böyle sağırırsa. Kabucu. Az iç, soyuqdur. Ey. Sağ ol. Ferhat'ın alt kendi Ferhat'ın kimime getirir. Gəl, əbəlfəz bura gəl. Gəl tez gəl. Sushi yeyirsən? Sushi yeyirlər uşaqlar. Gəl burada otur əbəlfəz, gəl tez gəl. Burada yaxşıdır, orada boyun çatmayacaq. Otur burada. Mama pizza versin sənə. Gəl otur, tez gəl. Sən buna qoyum, de buna. Otur, otur. Sushi verim yenə sənə. Bugün bu arada qızlar getmişdim özümə geyim almağa. Şeydə nədən aldım? Sumqayıtda şeyi tanıyan var, Ruqayya hicab. Oradan bu şeyi aldım. Buna nə deyirlər? Altdan geyinirsən, qız belə kimono kimi olur. Bundan aldım. Ərin saxlayıb bu arada. Məsləhətlidir. Deməli bunu 15 manata aldım oradan. Hər yerdə 20-yə, 18-ə, 17-yədir, orada 15 manatadır. Sonra bu saroçkanı Ayaz Baku var Sumqayıtda. Oraya getdim, oradan aldım. Bu da 22 manataydı. Sonra burada da bunu da Ruqayyadan götürdüm. Belə bir hicab götürdüm. Bu hicabı da 5 manat, neçəsi qəpik idi. Çox qəşəngdir, çox rahatdır. Düzü hamısını məhz pulundan almışam, reklam eləmirəm. Prosta sizə deyirəm ki, yəni biləsiniz, mən qızlarımı çox istəyirəm. Ona görə hamıya deyirəm ki, biləsiniz, indirim var idi bu hicablara. Qəşəng materialı var, yumuşaqda həm də sərin saxlayır. Bir də kepkalılar çıxıb, indi belə təzəllər. Onlardan da almışam. Bir dəfə kombiniyanda onu da göstərərəm inşallah. Amma cins şalvar falan da almaq istəyirəm. Hələ onları ala bilmədim. Bilmirəm, ətəyi biraz uzundur. Amma ki, bir şey də düşünürəm ki, ayaqqabı biraz da qaldırır axı. Biraz da küləklərdə falan deyirəm, biraz da qalxar eləyər. Ona görə yəqin ki, heç kəstirmək istəmirəm. Belə bir şey. Sen de gezirsen. He? Qızım, qızım, qızım. Bizi bura salacaqsınız, qapılar bağlanacaq. Bu yanda hamı görəcək.
Orada dayanan görsən. Biləci içində nə var? Əllə tapmalısın. Əllə toxunaraq baxmadan. Onlar mən. Onda yox. Ya birinci olmaq üçün. Növbə ilə. Birinci olmaq üçün. Yarış eləyək. Hə, hazır gedək. Neçə yaşın var? Ne yapıyor? 3 oldu burada. Necə deyir? Həmişə 5 deyir. Dirənin 5 deyir. Fərqi yoxdur ki, birinci, axırıncı olsa hamı oynayacaq. Bax belə bura. Bu kişilər bilyə O bilir. ne kadar biləcək? Onun yaşına uyğun qoy. Çox fərq elədi. Dönüm. Gəl. Hə, O növbə onundur da Böyle gəl. eləyim. Nisə onu bilməyəcək. Böyləri ver. hə, belə. Hə qoy tapsın. Onun dili tapacaq da. Birinci əbili. Əbili əlbi salırsan. Sal iki içinə. əlbi də. İçinə Amma qoy içinə əlbi. Baxma, mənə bax. Mənə bax. Sal, sal. Mənə bax. Bunu da sal. Hə. Gör nə var orada, götür. Əlinlə toxun nədir o? O nədir? Hurra! Gəl. Mən niyə? Diyan da sorun. Nə qızdan oğlan. Nədir o? Soğan. Malades. Bunlar parnikdə işləyiblər deyə. Dönüz o. Onlardan Hüseyin gəlir. Hamı dönür bu tərəfə. İkisini də sal da Əlvə, ikisini də. Hüseyin. Al onu, əlinlə bax ona. O nədir? Dinə. Baxma ora. Nədir? Nə yaxşıyır o? Adı nədir? Bilmirəm. Ha, bax. Fikirləş ki, nə yaxşıyır? Əlinlə belə-belə elə hər yerini gör nədir o? Nədir? Bilmədin? Demədə nədir, o birisi tapar. Nədir o? O bizə başqa şey verir. Edit. Hamı dönür. Fərəc gəl. Çox, Fərəz gəlir. Fərəz. Əllərini salır mənə bax. Gözün mənə bax. Hə, əlimi sal. Orada nə var? Biz də diyanaqda oldu. Adı günü bitdi, gedirik evə. Əbəlfəz, sağ ol elə. Sağ ol elə. Sağ ol elə. Baka. Getdik, sağ olun. Bir daha salam aleykum. Biz deməli hazırlaşmışıq. Uşaqlar bacım gəldi, apardılar, getdilər. Gedirik biz hal-hazırda kontaktoma. Yəqin ki Sumqayıtdakına gedərik, çünki bizə bura daha yaxındır. Bu arada bax, dünənləri sizə dediyim hicab buydu. 2 dəfə də taxıram, təzə almışam, yəni belə bir şey almamışdım. Görüm, rahat olsa sizə də məsləhət biləcəm. Deməli, paltaryanın neçə vaxtdır ki, su buraxırdı. Nədir onun adı? Ona görə keçən dəfə 2 gün bundan qabaq qoydum işlətməyə, bax, part elədi, partladı, yandı, kül oldu, pis günə qaldı. İndi ona görə paltaryan almağa gedirik. Bu arada bax, buranı vinilləmişəm. Görürsünüz, bu mənim əvvəlki kafenin. Bu arada mətbəximi yarı bəyəndi, yarı bəyənmədi. Amma mən özüm də sözün düzü bəyənməmişəm. Vinilləri dəyişdirəcəm.
hələlik də müvəqqəti olaraq saxlamışam, çünki əziyyət çəkib eləmişəm. Əlim gəlmir təzədən sökməyə, çünki əməli başda vaxt aparır. İndi qismət olsa ümumiyyətlə mebeli dəyişdirəcəm də, ona görə çox şey takılmıram belə deyə tüklər demiş ki. Və bu tərəfini belə eləmişəm, az almışam, çatmadı axıra qədər eləməyə. İndi ki, bunun 5 metrəsini almalım, 3 metrə almışam. Hesablamadım, orada da görmə, üstünə də baxmadım neçə metrə idi. Sizcə bura yaxşıdır, yoxsa çıxardım, vaşı ümumiyyətlə söküm heç vurmayayım, bu tərəf yaxşıdır. Məncə belə daha yaxşıdır. Yenə biraz açır da məncə. Yoxsa yox, vəbşə buğanaq elədi. Bilmirəm valla. Kunya başına oyun açmadığım qalmayıb da. İndi ona görə gedirik kontaktoma paltar yuan almağa. İnşallah birazdan görüşərik. 1700. Olsun içədir. Kimi? Bu nə firmadır? Boş. 1700, 1400, 1100. Baxa deyəndəki yəni də paltar yanta 10 il gedir də. Əşi biz almışıq. Canon. Budur. 500. 859-dan 500 şu.